Google yeni Pixel seriyasını təqdim etdi. Bu yeni modellər süni intellektlə daha çox inteqrasiya olunub. Cəminə bu telefonda daha çox özəlliklərə sahibdir. İdarə etmədə və gündəlik işlərinizdə süni intellekt sizin yerinizə bəzi işləri demək olar ki, rahatlıqla görə biləcək. Bu videomuzun mövzusu seriyanın giriş modeli olan Pixel 11 haqqında olacaq. Gəlin bu modelin bizlərə texniki olaraq nələr vəd etdiyini birlikdə nəzər salaq. Pixel 11 premium dizaynı və dözümlülüyü ilə diqqət çəkir. Korpusun ölçüləri 152,8 mm uzunluq, 72 mm genişlik və 8,6 mm qalınlığındadır. Çəkisi isə cəmi 197 qramdır. Əlverişli ölçülərə sahib olan smartfonun həm ön, həm də arxa paneli Corning Gorilla Glass Victus 2 şüşəsi ilə qorunur və möhkəm alüminium çərçivə ilə əhatələnib. Ekranın cızılmaya qarşı dözümlülüyü Mohs bəhlik şkalası üzrə 4-cü səviyyədə qiymətləndirilir. Korpus IP68 sertifikatına malikdir, yəni toza tam davamlıdır və metr yarım dərinlikdə 30 dəqiqəyə qədər suya tab gətirə bilir. Cihaz həm nano, həm də eSIM dəstəyi ilə gəlir. Cihazın ön hissəsini 86,1% ekran gövdə nisbətinə sahib zərif OLED ekran bəzəyir. 120 Hz ekran yenilənmə tezliyinə sahib bu panel HDR10 dəstəyi ilə vizual zövq yaşadır. 1080-in 2424-də piksel təsvir ölçüsü, 20-nin 9-a tərəf nisbəti, düyün başına 422 ppi sıxlığı kəskin görüntülər təmin edir. Parlaqlıq tərəfində isə yüksək parlaqlıq rejimində 2000 nit, pik nöqtədə isə 3000 nit parlaqlığa çatır. Performansın mərkəzində Google'un 2 nanometr texnoloji prosesi ilə hazırladığı güclü Google Tensor 6 chipseti dayanır. Bu prosesor 7 nüvəli arxitekturaya malikdir. 4,1 GHz tezlikli bir ədəd ARM C1 Ultra, 3,4 GHz tezlikli 4 ədəd ARM C1 Pro və 2,65 Hz tezlikli 2 ədəd ARM C1 Pro nüvəsi. Qrafik emalları isə PowerVR'ın C seriyası qrafik prosesoru cavabdehdir. Smartfon Android 17 əməliyyat sistemi ilə qutudan çıxır və Google bu model üçün tam 7 böyük əməliyyat sistemi yenilənməsi vəd edir. Cihazda yaddaş kartı yuvası yoxdur. Lakin UFS 4 sürətli daxili yaddaş texnologiyası ilə 12 GB operativ yaddaşa sahib 256 GB və 512 GB-lıq versiyalarda təqdim olunur. Pixel seriyasının ən önə çıxan özəlliklərindən biri də onun kamerasıdır. Google Pixel 11 modelində üçlü kamera blokuna yer verib. Əsas kamera 48 megapiksellik f1.7 diafraqmalı 24 mm-lik geniş bucaqlı linza, 1/1,56 düymlük sensora və 1 mikron piksel ölçüsünə malikdir. Dual piksel avtofokus və optik təsvir sabitləşdirilməsi ilə təchiz olunub. İkinci kamera 10,8 megapiksellik f3.1 diafraqmalı 112 mm-lik telefoto linzasıdır və 5 qat optik böyütmə, dual piksel avtofokus və optik sabitləşdirmə təqdim edir. Üçüncü ultra geniş bucaqlı kamera isə 13 megapiksel təsvir ölçüsünə, f2.2 diafraqma, 120 dərəcəlik baxış bucağına və avtofokusa sahibdir. Kamera sistemi çoxzonalı lazer avtofokus, LED flash, Pixel Shift, Ultra HDR, panorama və Best Take funksiyaları ilə zənginləşdirilib. Arxa kamera ilə 4K keyfiyyətində saniyədə 24, 30 və 60 kadr, 1080p keyfiyyətində isə 240 kadra qədər video çəkmək mümkündür. Videolarda elektron optik sabitləşdirmə ilə yanaşı 10 bit HDR dəstəyi var. Ön tərəfdə isə 10,5 megapiksellik f2.2 diafraqmalı 20 mm-lik ultra geniş bucaqlı avtofokuslu selfie kamerası yer alır. Ön kamera HDR və panorama rejimlərini dəstəkləyir. Həmçinin 4K və 1080p keyfiyyətində saniyədə 60 kadrədək videolar qeydə ala bilir. Kommunikasiya imkanlarına baxdıqda isə 3 diapazonlu Wi-Fi 6, Bluetooth 6 və NFC kimi özəllikləri görürük. Məlumat ötürülməsi və şarj üçün isə USB Type-C 3.2 portundan istifadə olunub. Təhlükəsizlik və funksionallıq tərəfində isə ekranın altına yerləşdirilmiş ultrasəs ilə idarə olunan barmaq sensoru, kamera ilə təkmilləşdirilmiş üz tanıma mövcuddur. Smartfonun enerjisini 4985 mAh-lıq litium-ion batareya təmin edir. 30 Watt-lıq yeni naqilli şarj texnologiyası ilə 30 dəqiqəyə telefonu 0-dan 55%-ə qədər doldurmaq mümkündür. Naqilsiz tərəfdə isə QI 2.2 standartında 25 Watt-lıq maqnitli şarj dəstəyi var. Cihaz həmçinin əks naqilli və birbaşa plata üzərindən qidalanmanı təmin edən bypass şarj özəlliyinə sahibdir. Pixel 11 istifadəçilərə 4 fərqli rəng seçimində təqdim olunur. Şaxta ağı, püstə yaşılı, çəhrayı qırmızı və qara rənglərdə. Bəs siz bu Google'un yeni modeli haqqında nələr düşünürsünüz? Öz fikirlərinizi və rəylərinizi şərhlər bölməsindən paylaşa bilərsiniz. Növbəti videolarda görüşənədək.